71-ci sual uşaqların 71-dən o tərəfə dedilər ki, müəllim izah eləyin. 71-ci sualın izahını verirəm. Selluloza molekulunda 172.000 proton varsa, 1 mol sellulozanın tamamilə efirləşməsi üçün lazım olan 40%lik nitrat məhlulunun kütləsini hesablayın. Kiloqramla ifadə olunub. Deməli, yazıram C6H10O5 N mol. 6 proton karbonda var, 1 hidrogende, 8-dəki oksigende. 6 baldan 36 üstə gələk. 10 burada da 40 eləyəcək 86. 86 N bərabərdir 172.000 eləyir. 172.000 eləyir. Onda N də bərabərdir 2000-ə bərabər olacaq. Sonra 172.000 məhlulun kütləsinin kiloqramı. Yəni burada 2000-dir. Parq qoyacam bura 2000. Deməli 2000-də də burada nə var? Selluloza molekulu var. Tamamilə efirləşməsi üçün bilirik ki, 1 mol selluloza 3 mol nitrat turşusunun 3N qədər onlarda hidroksil qrupu var. 3 mol nitrat turşusunun reaksiyaya daxil olacaq. Deməli bunun da özünün kütləsi C6H10O5 162-yə bərabər olmalıdır, səhv eləmirəmsə. Deməli, necə edirik? Karbon 6-dır. 12-dir. 12 vuraq 6. 72 üstə gələk 10 üstə gələk 80. Bəli, 162 edir. 162-dən 1 mol selluloza molekulunda 3 mol nitrat lazımdır. 3 vuraq 63. Amma burada deməli 162 vuraq 2000 324 1000 qram eləyir. Onu da bir başqa kiloqrama çevirsək 324 kiloqram eləyir. Onda 324 kiloqram. Onu vururam 3-ə, vururam 63-ə, bölürəm 162. O deyəcək 378. Təzədən nə edəcəm? 40% məhlul. Birbaşa 0.4 bərabərdir. 378 burada lazım olan nitrat turşusunun özünün kütləsidir. Məhlulun kütləsini bilmirəm. Nitrat turşusunun kütləsini bilirəm. 378 təzədən faizdən də 40% bərabərdir. 378 bölə x vuraq 100. Orada ixtisar eləmişəm. Birbaşa 0.4 yazmışam. Onu da 0.4-ə böləndə eləyəcək 945. Cavab Y variantı uyğun gəlir. Bu belə. Yəni burada nitrat turşusunu tapdıq. Yuxarıda qoyduq yerə məhlulun kütləsini tapdıq. Sonra qaldı hansılar? 72. Elementlərin mol nisbəti 1, 2, 1 olan karbohidratları müəyyən edin. Hər birinin formunu yazırıq. Riboza, glikoza C6H12 O6 ixtisar edilir 1-in 2-yə 1-ə nisbəti. Bu bir düzdür. Gəldik dezoksiriboza C6H10O4 C5H10O4. Burada heç cür qanuna uyğunluğa uyğun gəlmir. Bu getdi. Saxaraza C12H22O11. Yəni burada heç bir qanuna uyğunluq yoxdur. Riboza C5H10O5. Bəli, ixtisar edəndə 5-ə 1-in 2-yə, onda 1-ə nisbəti riboza eləyir. Daha doğrusu riboza eləyir. Bu da bu seri. Bu getdi. Deməli 1, 4. Bu da olacaq 1, 4. Gəldik 73-ə. Elementlərin mol nisbəti 1-in 2-yə 1-ə. Yenə C6H12O6 bu eləyəcək fruktoza. Bir də riboza. 73-də də eyni. Sonra 74 tərkibində 20% nişasta olan 405 kiloqram kartofdan neçə kiloqram glikoz olmalı olur? Birinci 405-in 20%-ni tapıram. Yəni 405-i 20%-ni tapmaq o demək ki, 405 bölək 5. O da eləyir 81. 81 qram nişastadan neçə kiloqram glikoza? 1-in 1-ə nisbətindədir. Həmişə nişastadan glikozdan alınması 1 molsu çıxır oradan. Və 1-in 1-ə 2 elə bil ki,
glikoza molekulundan bir su alınıb, nişasta alınır. Həmin nişastanın alınması, belə deyək də, reaksiyanı əgər biz tənlikdən göstərsək və ya əksinə, nişastadan 1 mol oradan su çıxacaq. Deməli, 1-in 1-ə nisbətindədir. 162 qramdır nişastanın kütləsi, eləcə də selülozanın kütləsi. 162-dən 180 alınır. 81-dən nə qədər alınır? Burada eləyəcək 90 qram. Sonra gəldik neçənciyə? 75-ə. 68,4 qram saxarozan hidrozdan alınmış glikozanın qıcqırmasından neçə mililitre etanol alınır? Deməli, 342-dən alınacaq 1 mol glikoza, 1 mol glikozadan isə alınacaq 2 mol etil spirti. 46 vuraq 2 eləyəcək 92 qram. Bəs 68,4-dən neçə qram? Buradan kütləsini tapaq, sonra roya bölək, həcmini tapaq da, n bərabərdir o v ifadəsindən. Buradan da alınacaq nə qədər? 92 vuraq 68,4 bölək 340. Yenə baxaq. 342 daha doğrusu 342. 92 vuraq 68,4 bölək 342. Bu deyəcək 18,4. Bax, bu kütlədir. Burada da sıxlıq verib də. Kütləni bölürəm sıxlığa. Sıxlığını da 8-ə. Eləyəcək neçə? 23. Deməli, V bərabərdir. 23 milli edəcək. 76 sonuncu. Selülozada polimerləşmə dərəcəsi 2000-dir. 1 molunun tam efirləşməsinə sərf olunan asetat turşusunun kütləsini istəyir. Selüloza C6 H10 O5-dir. N dəfə. N də yeni 2000-dir. Kütləsini istəyir. 1 moluna 3 mol lazımdır. 3 vuraq 60 elədi 180. Bəs 2000 vuraq. Bunun kütləsi 160. 1 moluna 2000 moluna nə qədər lazım olacaq? 2000 moluna da 180 vuraq 2000. Eləcək 360.000 qram. Onu da kiloqrama çevirəndə 360 kiloqram edəcək. Belə. Yenə də deyirəm, 1 moluna 180 qram lazımdır asetat turşusu, çünki 3 mol sərf olunur. 2000 moluna da 360.000 edir. Onu da kiloqrama çevirəndə 360 kiloqram. Belə.